Assalamu alaikum dostlar. Ben sizlerle birlikte yine farklı bir oyunun farklı bir yazıcı karşınızdayım. Bugün PLS oynayırıq. Yəqin ki Pro League Soccer. Yəqin ki bu oyunu çox adam bilir. Mən burada İspaniya liqasını seçdim. Altda da, sol altda da görsəniz. Əlbəttə ki Barcelona seçdim. Barcelona ilə indi biraz oynayıb, bir-iki oyun oynayıb. Onsuz da oyunlar yəni çox müddət, yəni uzun müddət çəkmir oyunlar. Biraz oynayaq. Bəli, yanıma yanı dostlar, siz burada yazdığı adlara çox fikir verməyin. Mən yəni doğrusunu deyəcəm, prosta Pau yəqin ki Kubarsin demək istəyir. Bu da Kunde yəqin ki, Araujo'dur bu yəqin. Ronaldo yazıb, Ronaldo Araujo'dur yəqin. Aha, qəşəng. Lamin indələliyir. Bir dənə Rainbow alınmadı. Yaşlanmaz. Fermin. Fermin ilə alır. Verir bu prostalara. Fermin vur. Ayda. Kaş korneri çıxardı bu arada. Korneri çıxsaydı çünki bu oyunda dostlar, yəni kornerdən yəni ən belə asan qol atma taktikası, yəni belə deyim, kornerdir. Həqiqətən. Kornerdən %70% falan qol olur. 65%, 70 belə. Yəni nətər deyim, ən pis ölkənin liqasında bilə bu qapçılar Panteradır da, yəni həqiqətən. Qapçılar elə bil Buffon falan deyə burada. Ən ikinci belə 9'a zərbə vuranda bilə yanında tullanıb çıxarda bilir. Alda Pau nə olar hə? Qaçdı, Pau verdi. Lafinyadan Laminə qaça bilmədi. Lamin aldı. Lamin. Bu nə zərbə idi la? Lamin Yamal, get səndən özünə hörmət elə la. Bu arada Yamaldakı yəni 3-cü kupa nə idi la o? Kubokunu yəni ki qazandı. La Liga kupasını yadından çıxsadı. Misal üçün korner. Buradan gol yiysən, yəni çox normal baxaram mən. Yəni Azərbaycan çünki həqiqətən buradan gol atmaq çox asandır. Amma belə epizodlarda da top səndə qala bilir. Lamin qaç. Əslində mən yuxarıdan vermişdim pas, amma nəysə. Rafinha sən nə istəyir? İyi onu. Olmadı ki sənki. Əslində mən Galatasaray falan seçəndə biraz normal belə Rainbow falan eləyir, amma indi niyə belə oldu bilmirəm. Oy da dirək. Bu arada dostlar, bu oyunda ən çox zərbələr dirəyə də dəyir yəni. Ortalama bir oyun falan 6 dəqiqə falan çəkir. 2 oyun falan oynayarıq, 2-3 oyun. Mesela bu Barcelona'nın oyuncuları zayıf gəlir mənə. Galatasaray'ın oyuncuları hara, bunların oyuncuları hara. Nə bax? Jogar. Juan yazmaq istəyiblər deyəsən. Juan Garcia. Ayda Lamin niyə qaça bilmir? Bu goldur. Nə deyə? Nəsə, baxın, kornerdən baxın. Sadəcə və sadəcə korner. Baxın. Bu goldur. Misal üçün. Ayda. Yavaş. Topa girişmədi o mən. Nəysə. Çox sonra olamayaq. Mən dostlar bu arada ortanı biraz ortaya astım deyə elə pis getdim. Yoxsa yaxşı gedə bilərdim. Oha. Hocam adam öldü ya. Haydi de adam kişi olur ya. Vur. Ne olur vur ha. Burada çalımlar falan hiçbir şey yok diye ortada.
Aa, daha ara pası düz üstünə verir. Belə şey olur la. Görə come on. Qəşə, girdi araya, nark. Qat. Sən işte yi onları. Vur. Ayda, ancaq dirəyə dəydi. Bana verəcək yaxındakına uzaq atıyor. Nəzə bundan gözləməyən iş. Rafinha. Rafinha. Gəl də. Rafinha. Vur. Ayda. Görürsünüz dostlar, mən bundan deyirdim. Panteradır burada qapsılar. Rafinha sən neyse. Rafinha. Fermin. Ayda. Al. Ay ne olur alına. Hiçbir şey bir sprint depar falan atabilmir. Ara pasların bu oyuncular normal düz pas kimi atır. Özel rəqib oyuncunun üstüne. Hə. Aha. Defansın səhvi və gol. Ayda Rafinha'nın ayağı yoxdur. Ona inandım. Bu oyunda Rafinha'nın ayağı falan yoxdur. Getdin. Ayda bu ne diye? Bura gel görüm ala. Bura gel. Demürəm bura gel. Rafinha qaçmır, arxaya gedir ya. Hə şükür. Vur. Ay Allah sən şükür birini atdı. Bu nədir? Ama bu arada Rainbow Pass'da həqiqətən qəşəngdir. Həqiqətən. Getdik. Lamin'dir burada. Lamin ürəkdə. Lamin ciyərdir. O yenə Rainbow Pass və bir gol. Ama Rainbow Pass'lar bu oyunda ya çox həqiqətən yararlı da. Rafinha'nın ayağı yox dedik. Adam 3 dəqiqədə 2 dənə gol attı. Yəni mən də bunu istəyirəm da, 2 dənə gol atsın. Qəşəng bu birinci oyunumuz idi. Keçək indi ikinci oyunumuza. Üzr istəyirəm. Dostlar üzr istəyirəm, biraz reklam gəldi, yəni bağışlayın. Bu nə? Get. Başla. Qəşəng o ikonik forma ilə oyunumuza başlayırıq. Bəli, Rafinha baskıdadır. Rafinha aldı. Rafinha ilerləyir. Rafinha'da qaldı top. Vur Rafinha. Qapçı. Bir dənə də ayda dirək. Dirək deyəsən. Yaxından gəldi uzağa. Oyda. Aha, vur. Daha o hadana sən. Axtan bot çatdı elə bil. Girişində Etes. Vur. Ay da ne kadar direğe değer. Sizə qaldı top bizdədir. Gəldi Rafinha'ya. Ayda. Fermin. Ayda. Palçıq. Allah günə. Nark. Kimdir nark yazıblar. O Rafinha'nın sürətində var imiş. Şey.
Bax öz oyuncuma deyir. Allah haqqı, bu nədir ya? Gəl. Dostlar, faul oldu. Defansın arxasına atın həmişə. Biraz arxasına atın. Gol. Öz oyuncuma dəyməsəydi gol idi yəni. Doğrular danışaq. Aldı. Niye aldı? Özüm. Oha. Bak. Ondan çıktı bu arada. Ondan çıktı ama. Bu kadar da yok da. Hatta bir nefer. Ben aslında ara vermemiştim. Hatta bu kapısı da sana Pantera çıktı. Allah hakkı. Ding, çaldı gol. Yes. Ben dedim goldu, demeli goldu. Özür dilerim. Evde temizlik işler gelir. Başlayaq. 1-0 bitti birinci yarı. Çox qəşəng, çox əla, lap gözəl. Başlayaq. Getdik ikincidə. Rafinha. Yamal. Ya oha. Yaxşı bildik. Bu sabadakı lap beymaz kimi xarab elədi. Gedir o tərəfə gəlir bura. Gedir. Anamın mazgisi baş beyni xarab olur axı. Getdin ha, ay nəsə başım bırak. Lewandowski. Hoppa, yerdən çox plas, bombastik bir dənə gol gəldi. Lewandowski niye burada 65 oynuyor ki? Rashford giriyor oyna kardeşim. Mesela bu niye oynamır? Başa düşməliyim. Həqiqətən o niye oynamır ki? Yerdən çox klas vurdu bu arada həqiqətən. Bu oyun çox xoşuma gəldi. Trenki xoşuma gəldi, qəşəngdir. Hoppa. Getdin, Fermin verdi Lamin. Yamal. Ayda qarşıya tutdu. Olan şeydə heç nə olmaz. Açdım olmaq istədim, olmadı. Hadi olsun, heç nə olmaz. Mən sən indi oyundan çatmadı. Neyse. Hoppa. Olmadı daha bir şey. Gel. Pau. Oha. Konde çok büyük bir boşluk ve çok büyük bir risk aldım ama Rashford sen işte de buralar sen buralar toz duman eləyərsən Rashford'dan. Getdin. Qaçın da. Belə benziyor bir tanesini vurdum. Problem ama o da olmadı. Kolandi. Kolandi şimdi geç. Gel nark. Gitti. Yamal. İlerliyor Yamal. Çekti. Vurdu. Kaptı. Rashford. Pas vericiydi. Olmadı ya. Yine. Come. Hop. Fermin köşey. Vaxt geçti amma o da olsun. Allah'ın Yamal'ın kəlləsi və qarşıya. Tuttu. Yalan yox, tuttu. Bau. Açarında da. Peter. Hop.
Hakim getdi arada, bağışda hakim. Sen buraya yürüme. Buraya hop. Şey. Fermin ilerliyor. Fermin. Vur Lamin. Ayda. Qapıçılar həqiqətən Pandera deyil burada. Ben niye bu 4 döngüdə yox, məhz nark işlətməlidir? Niyə? Neyse. Hayda baba. Neyse, qapının ağzında mən ondan faulu gözməzdən gələ. Yaxşı. 2-0. Buna bittik. Dostlar, bu cümleyi bu kadar. Yine şey kıldım. Neyse dostlar, bu cümleyi bu kadar. Sağ olun, salamat kalın. Kanalıma abone olup like atmayı unutmayın. Danışamadım yani. Sağ olun, salamat kalın. Görüşürüz gelen videolarda.